Go to the pet shop. Heyvan tükənə gedinə. Pet a dog. Uşaqlar, pet sözünün mənası şillə vur deməkdir. İtə bir şillə vur. Oh, your finger, uf deyir, sənin barmağın. Yəni, itə şillə vuranda it yəqin sənin barmağını çişlədi, eləmi? Bəli. Altındakını oxuyuruq balam. Go to the police station. Polis məntəqəsinə gedinə. Talk to the policeman. Polislə söhbət elə. Sorry, no bag found. Təəssüf ki, sənin sumkan tapılmadı. Aşağılar, bu mətnləri oxuyuruq, tərcüməsini eləyirəm. Sonra siz özünüz onu ardıcıl surətdə tapıb mənə göndərəcəksiniz ki, yəni birinci hansı mətn olmalıdır, ikinci, sonuncu.